ABŞ-də bir gündə 2 məhbusun edam cəzası icra edilib. Bunlardan biri Texas, digəri isə Indiana ştatında həyata keçirilib. Matthew Lee Johnson 2012-ci ildə 76 yaşlı Nancy Harrisi mağazada diri-diri yandırıb öldürdüyünə görə edam edilib. O, hadisə zamanı narkotik maddələrin təsiri altında olduğunu deyib. 49 yaşlı Johnson ölümündən əvvəl çıxışında mərhumun ailəsindən üzr istəyib və axirətdə görüşmək istədiyini bildirib. Bu, 2025-ci ildə Texasda həyata keçirilən 4-cü edam olub. Eyni gündə Indiananın Michigan City şəhərində isə 45 yaşlı Benjamin Rich ilə bağlı ölüm hökmü yerinə yetirilib. O, 2000-ci ildə Beach Grove şəhərində polis Bill Tonini qətlə yetirib. Rich'in hüquqşünasları onun beyin zədəsi və fetal alkol sindromundan əziyyət çəkdiyini əsas gətirərək cəzanın ləğvini istəyiblər. Lakin ştatın rəsmiləri bu müraciəti rədd ediblər. Bu, Indianada 2009-cu ildən sonra həyata keçirilən ikinci edam olub. Edamlar ABŞ-də ölüm cəzasının tətbiqi ilə bağlı müzakirələri və hüquqi mübahisələri daha da gücləndirib. Hüquq müdafiəçiləri və insan haqları təşkilatları hər iki hadisənin ardınca ölüm hökmünün etik və hüquqi əsaslarını yenidən gündəmə gətiriblər. Ruqiyyə Nəcəfli, Şəbnəm Fərmanlı, Humay Cəfərova, Mira TV.